Deməli, müəllimələr, mən sizə pedaqoji prinsiplər və səriştələr mövzusunu vermişdim. İndi isə sual-cavab təşkil edəcək. İndi Ülviyə müəllimə ilə başlayaq. Eşidirəm müəllimə. Mədəni müxtəlifliyə hörməti müəllimə. Biz hansı prinsiplə nəzərə alırdıq? Dünyəvilikdə. Bəli, dünyəvilikdə. Bəs müəllimə, biz VAKO-dan hansı didaktik prinsipdə istifadə edirdik? Şəx yönümlülük. Bəli, nəyə əsasən müəllimə? Yəni o hansı ona rahatdır da, uşağın marağı, meyli, potensialın dərsi qəbul eləməyə, təlimi qəbul eləməyə hansı metod rahatdır? Bəs müəllimə, VAKO-nun açıqlamasını qeyd edə bilərsiniz? Bəli, V vizual, A audial, yəni eşitmə, vizual görmə, K kinestetik, yəni hərəkətlərlə, o da oxuyub yazma. Bəs müəllimə, səriştələr hansı yaş dövründə formalaşır? Tam formalaşmaları mı? 5-6 elə? Bəli, 5-6 yaşda, yəni əsasən məktəbazlıq qrupunda. Məktəbə hazırlıq qrupu. Bəli, bəs müəllimə, səriştələr təsnifatına görə neçə yer ayrılır? 3. Hansılardır? Təfəkkür, fəaliyyət, bir də dəyərlər. Uşaq davranış mədəniyyəti haqqında məlumatlıdırsa, həmən uşaqda hansı səriştə formalaşar müəllimə? Dəyərlər. Dəyərlərdə hansı səriştə? Dəyərlərdən hansı? Sual necə idi müəllimə? Deyirəm ki, uşaq davranış mədəniyyəti haqqında məlumatlıdır. Hansı səriştə formalaşıb? Nədən danışır? Məlumatlıdır. Şəxsi və sosial məsuliyyət? Bəli, şəxsi və sosial məsuliyyət həmçinin dəyərlər kateqoriyasında yer almış olur. Dəyərlər. Bəs müəllimə, uşaq deyək ki, qeyri-adi əşyalardan istifadə etməklə yeni layihələr və yaxud da yeni nəsə hazırlayır. O kreativlikdir, yeniliklər kreativlikdir, o təfəkkürə aiddir. Bəli, təfəkkürə. Bəs müəllimə, təlimin təşkili prinsiplərindən hansı prinsipdir ki, uşaqların öyrəndiklərini daha keyfiyyətli şəkildə qavramalarına kömək göstərir? Yəqin ki, əyanilik elə. Bəli, əyanilikdir. Bəs müəllimə, siz mənə qeyd edin, qısa müddətli təlim qrupu ilə icma əsaslı təlim qrupunun oxşar və fərqli cəhətlərini qeyd edin. Oxşar cəhətləri odur ki, valideynlərin istəyi, arzusu ilə olur. Fərqli də odur ki, icma əsaslı ödənişli olur, amma qısa müddətlilər ödənişsiz. Bəli, icma əsaslı ödənişli, amma qısa müddətli təlim qrupu ödənişsiz olur və qısaldılmış gün rejimi əsasında təşkil edilir. Bəs müəllimə, innovasiya nədir? Yeniliklər, yəni biraz tələb yönümlülüyə aiddir. Bəli, bəs bəli müəllimə, innovasiyadan biz yeniliklərdən hansı prinsipdə istifadə edirik? Elə tələb yönümlülükdə. Bəli, tələb yönümlülükdə. Bəs müəllimə, təlim strategiyasına nələr daxildir? Burada nələr yer alır? Təlim strategiyasına daxildir forma, metod, işlətdiyimiz forma, metod, üsullar, qiymətləndirmə. Forma, metod və üsullar daxildir, bəli. Əsasında. Bəs müəllimə, siz mənə nəyi qeyd edin? Fasilitatorla fasilitasiya, bunlar necə fərqləndirirsiniz müəllimə? Nə deməkdir? Fasilitator elə bil canlıdır, yəni müəllimdir. Mənəvi bələdçi rolunu yerinə yetirən şəxsdir. Diskussiya yaranır, müzakirə kimi, yəni o prosesdir. Bəli, diskussiyaların təşkili qrupda. Yəni fasilitator da dedik ki, bələdçi, mənəvi bələdçi rolunu yerinə yetirən şəxsdir. Uşaq növbətçilik bacarıqlarını nümayiş etdirirsə, hansı inkişaf sahəsi formalaşıb müəllimə? Növbətçilik estetikdədir. Bəli, estetikdədir. Biz müəllimə, özünə xidmət əməyindən hansı inkişaf sahəsində istifadə edirik? Ən çoxu fizikidədir.
Aha, bəli, fizikdə. Fizikdə də əslində bircə qırıq o böyüklərin nəzarəti altında Aha. əməkdə də var. Bəs müəlliməm, məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin 3 əsas məqsədi vardı. Bura nələr daxil idi? Məqsədləri əsas orada hüquqlardır. Uşağın hüququnu qorumaq, tərbiyəçinin hüquqları və təhsil bazanı elə bil genişləndirmək. Aha. 3 dənə Hüquq əsas əsas. məqsədimiz oldu. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqlarını təmin etmək, daha sonra məktəbəqədər təhsil prosesi iştirakçılarının hüquq və vəzifələrini müəyyən etmək, bir də məktəbəqədər təhsilin müasir dövrə, müasir tələblərə uyğun fəaliyyətinin təşkili. Yəni bu da bizim tələbyönümlülük prinsipimizlə uzlaşmış olur, bəli. Aha. Bəs müəllimə, məktəbəqədər təhsil müəssisəsinin növləri hansılardır? Məktəbəqədər təhsil müəssisəsinin növləri Körpələr evi, Körpələr evi uşaq bağçası, eləcə uşaq bağçası, bir də uşaq evləri. Bəli, çox sağ olun müəllimə. Çox sağ olun müəllimə, sizdə. Allah razı olsun. Sağ olun müəllimə. Digər müəllimələr, kimlər sual-cavabda iştirak edəcəksə əlinizi qaldırın. Aha, Aygün müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir müəllimə. Adınız Aygündür müəllimə. Bəli müəllimə. Aha. Bəs müəllimə, siz mənə nə qeyd edin? Məktəbəqədər təhsilin təşkili neçə istiqamətdə aparılır? Yəni 4 hazırlıq növü əks olmuşdu. Hansıları idi? 4 hazırlıq. Bəli. O müəllimə fiziki hazırlıq onlar soruşursunuz. Bəli. Axı o bu mövzuların içində deyildi müəllimə. Düzü onu oxumamışam. Atmışdım müəllimə. Demişdim təkrar eləyin. Soruşacağam. Aha, yaxşı onda siz nəyi oxumusunuz? Onu qeyd edin. İnkişaf sahələridir, səriştələr, prinsiplər. Bir də bu əvvəlki mövzular da vermişdim. Qanunvericilik, hüquq və vəzifələr, bəli. Aha. Yaxşı onda siz mənə qeyd edin. Tərbiyəçi müəllimin hüquqlarına nələr daxildir? Deməli, tərbiyəçi müəllimin hüquqlarına müəllim istədiyi metod və vasitələri sərbəst seçmək hüququna malikdir. Daha sonra təltif olunmaq, mükafatlandırılmaq hüququ var. Bəli. Daha sonra şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək. Sonra mükafatlandırılmaq və təltif olunmaq. Bəli, onu desəm dedim. Təhsil prosesinin təşkilində, təhsil layihələrində iştirak etmək, idarə etmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək. Təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq. Təmin olunmaq. Bəli, bunlar idi. Yaxşı müəllimə, siz mənə qeyd edin, təlim üçbucağına kimlər daxildir? Uşaq, müəllim, valideyn. Aha, bu hansı prinsipdə yer alır? Əməkdaşlıq prinsipində. Bəli, əməkdaşlıq. Siz mənə müəllimə, dəyərlərlə bağlı səriştələri qeyd edə bilərsiniz? Bəli müəllimə, dəyərlərlə bağlı səriştələr fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya, insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət, milli kimliyin dərki, milli iftixar hissi. Aha. Bəs müəllimə, tərbiyəçi müəllim əvvəlcədən məşğələnin planını, məqsədini düzgün qurursa, hazırlayırsa, burada hansı prinsip əməl edir? Nəticə yönümlülük prinsipi. Bəli, nəticə yönümlülük. Bəs müəllimə, şəxsiyyət yönümlülük prinsipi haqqında nə deyə bilərsiniz? 4 faktordan ibarət idi. Hansıları idi? Bəli, şəxsiyyət yönümlülük prinsipi 4 faktordan ibarətdir. Ünsiyyət, psixomotor bacarıqları, milli bəşəri dəyərlər, bir də idrak edir deyəsən. Bəli. Bəs müəllimə, defektoloq kimdir? Nə işinə baxır yəni? Defektoloq uşaqların fiziki qüsurlarının korreksiyası ilə məşğul olan ali təhsilli şəxs.
Aha, bəs orta təhsilli ola bilərmi? Defektoloq, xeyr, Xeyr, ola bilməz. xeyr. Bəli. Müəllimə ola bilər. Bəli, Orta və uşaqların ali bir növ təhsildə. əqli fiziki qüsurları ilə məşğul olan şəxsdir. Aha. Bəli. Bəs siz mənə qeyd edin. Qanuni nümayəndələr kimlərdir, müəllimə? Qanuni nümayəndələr uşaqların valideynləri və qanunla müəyyən olunmuş, yəni uşağı götürənlər, qəyyumlar. Bəli, bəli. Bəs müəllimə, siz mənə hüquq və vəzifəni necə ayırd edirsiniz? Hüquq dedikdə nə başa düşürsüz? Vəzifə dedikdə nə başa düşürsüz? Vəzifə bizim borcumuzdur, yəni bunu biz etməliyik, məcburdur. Bəli. Hüquq isə, yəni hüququmuzu eləyə də bilərik, eləməyə də bilərik. Bəli, sərbəstlik tələb edir, müstəqillik tələb edir. Yəni hüquq odur ki, biz öz haqqımızı, hüququmuzu bizim tələb edəcəyimizdir dövlətdən, amma vəzifə dövlətin bizdən tələb etdiyidir. Yəni məcburidir bunu etmək. Aha. Bəli. Bəs müəllimə, siz mənə qeyd eləyin nəyi? Siz mənə qeyd eləyin müəllimə. Məktəbə qədər təhsilin vəzifələrinin nələr daxildir? Məktəbə qədər təhsilin vəzifələri, deməli 6-7 vəzifəsi var idi. Onu soruşursunuz da müəllimə, düzdür? Bəli. Hər bir uşağın keyfiyyətli təhsil almaq hüququ, Bəli. daha sonra uşaq şəxsiyyətinin formalaşdırılması, uşağın ehtiyaclarının müəyyən olunması, deməli, uşaqlarda özünə, ailəsinə, vətəninə, dövlət ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, uşaqların, deməli, fiziki, psixi sağlamlığının qorunması. Bunlar idi. Bir də sosial pedaqoji baxımdan hər bir uşaq özünü dəyərli hiss etməlidir. Bəli, bir də məktəbə qədər təhsil müəssisəsi şəbəkələrinin davamlı inkişaf etdirilməsi idi. Bəs müəllimə, mədəni müxtəlifliyə hörmət dedikdə bu hansı kateqoriyada yer alırdı səriştələrdə? Axırıncı kateqoriyadır o. Bəli, dəyərlər. Dəyərlər idi. Bəs mədəni müxtəlifliyə hörmət dedikdə nə başa düşürsüz müəllimə? Yəni ki, məsələn, mədəni müxtəlifliyə hörmət dedikdə, tutaq ki, qrupda başqa millətdən bir uşaq varsa, biz onun millətinə hörmət etməliyik, yəni ayrı seçkilik salmamalıyıq uşaqlar arasında. Bəli, bəli. Bəs deyirəm ki, uşaqlara zəhmət olmasa növbə ilə oynayın. Burada biz hansı səriştədən istifadə edirik müəllimə? Zəhmət olmasa növbə ilə oynayın. Necə? Bu davranış mədəniyyəti haqqındadır. Yox. Zəhmət olmasa deyirəm. Zəhmət olmasa, ünsiyyət. Bəli, nitq etiketlərindən istifadə edirik fəaliyyətlə. Bəli, nitq etiketindən istifadə edirik deyə ona görə ona görə ünsiyyət olacaq. Aha. Bəs müəllimə, bilik nədir, bacarıq nədir? Bunları necə ayırırsınız? Deməli, bilik uşağın nə öyrənəcəyidir, bacarıq isə o nə öyrənəcəyini tətbiq etməsidir. Bəli, öyrəndiyini birinə tətbiq etməsidir. Aha. Bəs müəllimə, kommunikasiya nə deməkdir? Kommunikasiya əməkdaşlıq idi. Yox. Ünsiyyət müəllimə, ünsiyyət. Ünsiyyət. Mən onu ilə qarışdırıram. Bəli, bəli. Kommunikativ əməkdaşlıqdır. Yox müəllimə, kommunikasiya ünsiyyətdir, kooperativli əməkdaşlıqdır. Aha. Bəs müəllimə, uşaq öz məsuliyyətini dərk edirsə, burada hansı səriştə formalaşıb? Öz məsuliyyətini dərk edirsə, insan hüquqları, demokratiya, insan. Yox, öz məsuliyyətini dərk edir. Şəxsi sosial. Bəli, şəxsi və sosial məsuliyyət olacaq. Aha, mən öz hüquq və vəzifələrimi bilirəmsə, məndə hansı səriştə formalaşıb müəllimə? Hüquq və vəzifələr, o da şəxsi məsuliyyətdir. Yox, hüquq və vəzifələrimi bilirəmsə.
Hı. Kim qeyd edir? Demokratiya, insan hüquqları. Bəli, demokratiya və insan hüquqlarına hörmətdir. Çox sağ olun müəllimə. Siz sağ olun. Daha sonra digər müəllimələr, kimlər sual cavab olmaq istəyir? Əlinizi qaldırın. Müəllimələr, sual cavab olmaq istəyən yoxdur aranızda? Mən istəyirəm, ona görə həyəcanlıyam. Müəllimələr, yaxşı. Digər müəllimələrdə kim sual cavab olmaq istəyirsə əlinizi qaldırın da. Yəni dərsdə elə belə təşkil eləmirik ki. Səriştələr neçə yerə ayrılır kifayət müəllimə? Səriştələr 3 yerə ayrılır. Deməli, təfəkkürlə, fəaliyyətlə, dəyərlərlə. Bəli. Fəaliyyətdə yer alan səriştələr hansılardır müəllimə? Əməkdaşlıq, ünsiyyət, maliyyə savadlığı, rəqəmsal savadlıq, informasiya savadlığı. Rəqəmsal savadlılıq dedikdə nə başa düşürsünüz? Rəqəmsal savadlıq odur ki, yəni kompüteri, planşetdən istifadə, kompüteri tanıyır. Bəli. Bəs müəllimə, biz rəqəmsal savadlılıqdan hansı didaktik prinsipdə istifadə edirik? Tələb yönümlü. Bəli, tələb yönümlü. Əgər mən dərsi sadədən mürəkkəbə doğru keçirəmsə, yaş səviyyəsinin mövzu ilə eyniliyini qoruyuramsa, burada hansı prinsipə riayət edirəm? Varislik. Bəli, varislikdir. Bəs müəllimə, yaş qrupları üzrə uşaqların sayını qeyd edə bilərsiniz? Deməli, birinci, 1-2 yaş qruplar üzrə də müəllimə. Bəli, bəli. 1-2 yaşda 10 uşaq, 2-3 15, orta qrup 20, böyük qrup 20, məktəbazlıq 20. Yəni 1-3 yaşda 15 uşaq olur müəllimə. Daha sonra 4 yaşdan 6 yaşa qədər də bir növ 20 nəfər olur. Bəs müxtəlif yaşda necədir müəllimə? Orada müəllimə elə bir ki 5 uşaq aşağı olur da, 15 uşaq əgər kiçik qrupdursa, qarışıqdırsa 10 uşaqdır. Orta böyük məktəbazlıqda isə 15 uşaq olur. Bəli, 1-3 yaşda 10 uşaq olur, 3-6 yaşda isə 15 uşaq olur. İsə 15 uşaq olur. Neçə didaktik prinsip var müəllimə? 9 didaktik prinsip var. Şəxsiyyət yönümlü sayın müəllimə? Bəli, sayın. Şəxsiyyət yönümlü, nəticə yönümlü, tələb yönümlü, uşaq yönümlü, varislik, dünyavilik, Azərbaycançılıq, sonra inteqrativlik. İnteqrativlik, əlaqələndirmə. Biri qaldı müəllimə, hansı isə yaddan çıxdı. Eybi yox 5 dənə müəllimə. yönümlü. Bəs müəllimə, biz VAKO-dan hansı didaktik prinsipdə istifadə edirdik? VAKO-da VAKO-da ki, oxuyub yazma, görmə, toxunma. VAKO, şəxsiyyət yönümlü müəllimə? Yox müəllimə. VAKO-da. Uşaq yönümlü. Bəli, uşaqların hər tərəfli inkişafını təmin edir. Uşağın istədiyi hansı uşaq necə qavraya bilirsə biz o. Yəni uşaqların maraq və ehtiyacına uyğun olaraq hər bir uşağın necə deyək, hər tərəfli inkişafını təmin edir. Bəli, bəli. Bəs müəllimə, ünsiyyət səriştəsi hansı didaktik prinsipdə yer alır? Ünsiyyət var isə şəxsiyyət yönümlü. Çünki şəxsiyyət yönümlü idraçdır, ünsiyyətli, psixomotordur, bir də milli bəşəri dəyərlər. Psixomotor bacarıq nədir müəllimə? Toxunaraq, hiss etməklə. Sensomotor bacarıqlar, demək, kiçik yaşlı qruplarda əvvəl sensor tərbiyə məşğələsi olur, sonra o məntiqi riyaziyyatından əvəz olunur orta qrupda. Toxunaraq uşaq. Sensor bacarıqlar, Bəs müəllimə, böyük motorika nədir, kiçik motorika nədir? Böyük motorika deyəndə biz elə bir ki, böyük motorika ayaq
hərəkətləri. Yəni qaçmaqdır, tullanmaqdır, hoppanmaqdır. Amma kiçik motorika deyəndə əl hərəkətləridir. O toxunaraq tutan ki, muncuqları yığır, nəysə toxunur, onun pambığa toxunur. Yəni onun bərkliyi, yumuşaqlığı o kiçik motorika sayılır. Bəli, müəllimə. Deyirəm ki, müəllimə, qrupa yeni gələn uşağı digər uşaqlar ayırırlar da, ayrı seçkili eləyirlər. Burada hansı səriştə formalaşmayıb? Hansı müxtəlif dəyərlərdə mədəni müxtəlifliyə hörmət. Bəli, mədəni müxtəlifliyə hörmət. Bəs diferensiallıq dedikdə nə başa düşürsünüz? Diferensiyalama odur ki, uşaqlara fərdi yanaşma. Qrupda hansı uşağa elə bir ki, uşağın bir növ uşaq yönümlüyə oxşardır. Mən onu oxşar tuturam. Yəni uşağa fərdi yanaşırıq ki, o uşaq məşğəliyə necə cəlb edə bilərik. Ona hər uşağın fərdi xüsusiyyətini nəzərə alır. Fərdi xüsusiyyətlərini nəzərə alır. Bəli, düz qeyd elədiniz. Bəs müəllimə, uşaq problemlə bağlı ehtimallar irəli sürürsə, hansı səriştə formalaşıb? Problemli vəziyyət, təfəkkür. Problemli vəziyyət, Bəs müəllimə, məktəbə qədər təhsil prosesində bir növ belə deyək də, dövlət siyasətinin əsas prinsipləri var idi. Hansıları idi, qeyd edə bilərsiniz? Dövlət prinsiplər. Bağça ilə məktəbin əl bir işi vəhdət təşkil eləyir də, bağça ilə məktəbin vəhdət təşkil eləyir. Yəni, məktəbə qədər təhsillə ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin olunması. Bəli, onu demək istəyirdim. Sonra orada inklüziv təhsil üçün şəraitin yaradılması. Sonra uşaqlarda sağlam qidanın təmin olunması idi. Sonra 7 dənə idi müəllimə. Sonra təcrübə var idi orada. Bax. 5 yaşına çatmış uşaqların məktəb hazırlığına 5 yaşlı uşaqların məktəb hazırlığı ilə təmin olunması. Kimlər qeyd edə bilər? Testlərdə yadıma düşür müəllimə. İndi bir də həyəcanlıyam. Eyb yox müəllimə. Kimlər qeyd edə bilər? Bir dənə qaldı. Yox, var, bir neçəsi var. Məktəbə qədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri hansılardır müəllimələr? Ülviyə müəllimə qeyd edə bilərsiniz? Buradadır Ülviyə müəllimə. 5 yaşların məktəbə hazırlığının təmin edilməsi, sonra ibtidai siniflər, varislik, sonra inklüziv təhsil üçün şəraitin yaradılması, sonra uşaqların sağlam qida ilə təmin olunması. Yox müəllimə, qida yox idi burada. Yox, qida yoxdur. Gigiyena idi deyəsən. Yox, ay müəllimə. Müəllimə kömək eləyin, yadımızda qalsın, nə olar? Məktəbə qədər təhsil sahəsində bərabər imkanların yaradılması idi. 5 yaşına çatmış uşaqların məktəb hazırlığının zəruri idi. Daha sonra sağlamlıq imkanı məhdud uşaqlar üçün inklüziv təhsilin təşkil edilməsi idi. Məktəbə qədər təhsil müəssisələrinin davamlı inkişaf etdirilməsi idi. Daha sonra uşaqların fiziki zorakılığın bütün formalarından qorunması idi. Yəni bir neçə dənə idi. O uşaqlar hüququ deyil, o müəllimə. Uşaqları fiziki zorakılığında orada da yer alır müəllimə. Orada da yer alır. Orada da yer. Bəs müəllimə, məktəbə qədər təhsilin təşkili 4 istiqamətdə aparılırdı. Yəni 4 hazırlıq növü var idi. Hansıları idi? Müəllimə, fiziki idi, şəxsiyyət yönümlü idi, idraki idi, bir də intellektual hazırlıq. Bəli, müəllimə. Hansı hazırlıq növündə bir növ belə deyək də, müstəqillik, məsuliyyətlilik kimi hisslər formalaşırdı uşaqlarda? İdrak? Yox. Hazırlıq. Şəxsiyyət yönümlü. Şəxsiyyət yönümlü. Şəxsiyyət yönümlü. Bəs müəllimə, yüksək əxlaqi təsəvvürlərin formalaşdırılması hansı hazırlıq növündə əks olunur? Fakirdə intellektual müəllimə, idrak. Yox. Yüksək əxlaqi təsəvvürlər. Vətəndaşlıq hissləri. Xeyr. Fiziki. Sosial. Yüksək əxlaqi təsəvvürlər, vətəndaşlıq hissləri sosial hazırlıqda yer alırdı.
Bəs hansı hazırlıq növündə bir növ təfəkkür, təxəyyül, yaradıcılıq, ümumiləşdirmə, sintez, analiz yer alırdı? İdrakda. Hazırlıq deyirəm. Mən onlarla qatdım. Fiziki Siz orada sosialı demədiniz, Kifayət xanım. Bax, ona görə çaşdım. Fiziki hazırlıq var. Fiziki dediniz. İdrak intellektual gedir orada. Müəllimə, siz inkişaf sahələri ilə qarışdırırsınız. Əksər müəllimə belədir, təhsiz yox. Sosial və şəxsiyyət. Sosial hazırlıq, fizika hazırlıq, idraki hazırlıq, bir də şəxsiyyət yönümlü. Yox, idraki hazırlıq yoxdur. Emosional hazırlıq. Yox, ay müəllimə, qulaq asın, mən qeyd edirəm. 4 hazırlıq növ var müəllimə. Bura fiziki hazırlıq daxildir, intellektual hazırlıq daxildir, sosial hazırlıq daxildir, bir də şəxsiyyət yönümlü hazırlıq daxildir. Bundan əlavə də 4 inkişaf sahəsi var. Bura idraki inkişaf, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, sosial, emosional inkişaf, bir də estetik və yaradıcı inkişaf daxildir. Bunları qarışdırmayın. İnkişaf sahələrini bilirəm, müəllimə, o hazırlığı qatıram. Siz hazırlığı idrak deyirsiniz də. Orada bəyəflicə sosialı demədiniz də, Kifayət xanım. Bəli, demədim, ona görə idrakçıdan intellekt deyildi də. Bəli. İdrak demək də olar, intellekt də demək olar, sosial, fiziki, şəxsiyyət yönümlü. Bax, indi bir şey yadımda qaldı. Sağ olun müəllimə. Sağ olun. Yaxşı müəllimə, sağ olun. Çox sağ olun. Sağ olun müəllimə. Daha sonra başqa kim sual cavab olmaq istəyir? Hansı müəllimə? Gülara müəllimə, açın deyinlə. Aha, biz dərsi niyə təşkil eləmişik? Sual cavabda iştirak eləməyəcəksə niyə qoşulursunuz? Buyurun müəllimə, bildiklərimdən deyərəm. Aha, əl qaldırın müəllimələr. Aynur Mehdiyeva. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Aynur oldu adınız müəllimə. Bəli, müəllimə. Aha, Aynur müəllimə, metodist kimdir? Nə işlərinə baxır? Metodist, deməli, məktəbi təhsil müəssisəsinin təlim-tərbiyə işlərinə. Yəni metodist ali pedaqoji, ali təhsilli pedaqoji bir təxəssüs olur. Yəni təlim-tərbiyə işlərinə metodik rəhbərliyi həyata keçirir. Həmçinin məsələn, tərbiyəçi müəllim yeni işə qəbul olubsa, planın hazırlanmasında və yaxud da cədvəllərin qurulmasında mı deyək, jurnalın yazılmasında bir növ köməklik göstərir müəllimə. Aha, şəxsiyyət yönümlülük dediyi 4 faktordan ibarətdir. Hansılar oldu müəllimə? Deməli, şəxsiyyət yönümlülük idrak, ünsiyyət. Yox, necə müəllimə, bir də deyiz zəhmət olmasa sualı. Aha, deyirəm ki, müəllimə, şəxsiyyət yönümlülük prinsipi neçə faktordan ibarətdir, hansılardır? Bu bayaq müəllimə dedi, onu deyir. Yox, indi düz qeyd edirdiniz. İdrak, o bayaq ünsiyyət. İdrak, ünsiyyət, psixomotor, bir də milli bəşəri dəyər. Bəli, milli bəşəri dəyərlər. Düz qeyd elədiniz. Yaxşı müəllimə, tərbiyəçi müəllim dərsi əvvəlcədən müəyyənləşdirirsə, hansı prinsipə riayət edir? O, nəticə yönümlü. Aha, bəs tərbiyəçi müəllim dərs prosesini təşkil etməmişdən öncə bir növ dərs üzrə əyani vəsaitlər, resursları hazırlayırsa, hansı prinsipə riayət edir? O, əyanilik. Bəli, əyanilikdir. Hər iki prinsipdə oxşar olanlar hansılardır müəllimə? Deməli, şəxsiyyət yönümlülüklə orada nəticə yönümlülük eynidir. Bəli, şəxsiyyət yönümlülük. Burada bu didaktik prinsipdə deməli, şəxsiyyət yönümlülük uşaqda artıq biz zəruri bacarıqları, yəni ki, idraki ünsiyyəti, bunları biz artıq uşaqlarda formalaşdırmalıyıq da. Bəli, müəllimə. Bəs müəllimə, siz mənə qeyd eləyin. Diaqnostik qiymətləndirmə aparmaq hansı didaktik prinsipə əsaslanmış olur? O, uşaq yönümlü. Bəli, uşaq yönümlü. İlkin qiymətləndirmə. Müəllimə, dəyər qiymətləndirmədən verə bilərsinizmə, əgər imkan varsa. Hələ ki, bu mövzuları keçmişik. Amma sual da verə bilərəm. Bir dəqiqə.
Bütün mövzular haqqında anlayışlısınız yoxsa? Bəli, anlayışlıyam, amma bəzi o qanuni prinsiplər orada Yaxşı müəllimə. yalançı olaraq Bir növ yadımdan çıxır. dəyərləndirmə neçə növ var dəyərləndirmənin? Deməli, dəyərləndirmə iki cür olur. Aha. Diaqnostik ilkin dəyərləndirmə, diaqnostik, Bəli. bir də formativ inkişafın izlənməsi. Aha. Bəs müəllimə, portfolyoya nələr daxildir? Deməli, iş nümunələri, ailə məlumatları, ailələr haqqında məlumat, yaş və inkişaf səviyyəsi cədvəlləri, təsviri gündəlik qeydlər, birinci, iş nümunələri, ailə məlumatları, yaş və inkişaf səviyyəsi cədvəlləri, inkişaf tariximiz. Bəli. Bəs müəllimə, inkişafın izlənilməsi neçə rübdə aparılır? İnkişafın izlənməsi 3 rübdə. Yox, 4 müəllimə, 4 rübdə. 4 rübdə, düz deyirsən. Bəs inkişafın izlənilməsi, yəni rüblər nəyə əsasən təşkil olunur? O standartlara əsasən. Yox. Meyarlara yox. Bəli, meyarlara əsasən təşkil olunur. Yox, mən nəyi demək istədim? O nəyin əsasında qurulur? Yoxsa? Meyarlar müəllimə, meyarlar əsasında təşkil edilir. Bəli, yerinə yetirmək düzdür, amma bilməm nə isə. Bəs testdə var idi. Orada səhv yazmışdım. Çıxmışdı ki, standartlar. O başqa sual olub yəqin. Hansı belə deyək də, diaqnostik dəyərləndirmə müəllimə hansı iş üsulunda yer alır? Deməli, hansı iş üsulunda? İş usulu, diaqnostik iş usulu, iş usulu, fərdi iş usulu. İş usullarını bilmirsiniz? İş usulları, mən əqli hücum iş usulu. Başqa, yox müəllim, o deyil. Yox. Kim qeyd edə bilər? Diaqnostik dəyərləndirmə hansı iş üsulunda yer alır? Ülviyə müəllimə? Müəllimə, ilkin qiymətləndirmədir də. Diaqnostikdə iş üsulunda ilkində nə idi olar ki? Uşaq yönümlülüyünə aiddir. Necə? Uşaq yönümlülük prinsipinə aiddir də diaqnostik qiymətləndirmə. Bəli, mən iş üsulunu soruşuram. İş üsulunu soruşursunuz axı. İş üsulunu. Fərdi. İş formasıdır. Yox, fərdi forma deyən müəllimə. Şəxsiyyət suallar. Xeyr. İş üsulu. Şahid sorğu var orada. O da Biz müəllimə diaqnostik dəyərləndirmədə, diaqnostik qiymətləndirmədə nə deyə bilərsiniz bu haqda Aynur müəllimə? Burada nə uşaqlardan nə tələb olunur, nə öyrənilir? Salam müəllim, axşamınız xeyirli olsun. Diaqnostik qiymətləndirmə uşaqların yox müəllimə, digər Aynur müəllimədən soruşdum. Müəllimə, diaqnostik qiymətləndirmədə deməli biz diaqnostik qiymətləndirmə zamanı artıq biz dərsimizi deməli effektli şəkildə planlaşdıra bilirik. Çünki biz bilirik ki, uşağın səviyyəsini artıq sonra qurulmasına, planlı qurulmasında bizə imkan yaradır. Sonra diaqnostikdə orada biz fərdləşmə də olur da, uşağın səviyyəsi, yəni nəyə xidmət, nəyi bilir, nə bacarığını artıq inkişaf edir. Yox, müzakirə də deyil. Nədir ki, ay müəllimə, ürəyim partladı. Mənə də maraqlı oldu. Heç birini bilmədiniz. Bax müəllimə, ipucu olaraq uyğun gəlmir axı. Niyə gəlmir ki müəllimə? Niyə gəlmir ki?
Ay müəllimə, Baxın, 50-110 mən sizə belə deyim də, baxın, diaqnostik dəyərləndirmə ilkin mərhələ idi də. Burada uşaqlarda ilkin səviyyədə bilik və bacarıq səviyyələri qiymətləndirilirdi, yoxlanılırdı. İndi sizcə burada hansı olar? Biz hansı iş solunda bir növ uşaqların necə deyək, nə bildiyini, daha sonra nə mənimsədiyini öyrənmiş oluruq. Söz assosiasiyası. Bəli, söz Onu assosiasiyası. əvvəlki biliyi, Onu kimsə dedi bayaq müəllimələrdən. Yox, Müəllimə, demədim. bayaq müəllimə dəyərləndirmədən dedi 2 dənə. Axı yekun dəyərləndirməyə aid deyil ki. Yox, müəllimə, aiddir. Necə? Əsasən 2 növü götürülür. Diaqnostik, bir də formativdə. Amma yekun hesabat növ olaraq götürmür, amma o da yer alır. Aha. Müəllimə testlər düşdü, 3-ü də olur. Diaqnostik, formativ, bir də yekun hesabat. Bəli, amma yekun əsas növü olaraq 2 növünü götürürük. Ancaq çox vaxt sual testlərdə verəndə Yaxşı. Yəni necə deyək, indi diaqnostik qiymətləndirmədə dedik ki, uşaqların əvvəlki bilikləri və yeni öyrəndikləri mənimsənilir. Bu da söz assosiasiyasında yer alır. sonra müəllimə çevik dəyişiklik edə bilirik diaqnostik qiymətləndirmədə. Aha, bəli. Strategiyalarda çevik dəyişiklik edirik. Bəli. Aha, bəs müəllimə, siz mənə nəyə qeyd eləyin? Siz mənə qeyd edin, fəaliyyət məhsullarının təhlilinə nələr daxildir? Burada nələr yer alır? Nə deyə bilərsiniz? Deməli, fəaliyyət məhsullarının təhlili, iş usulu, iş forması, fəaliyyət məhsullarının təhlili. deyim müəllimə. Müəllimə, o uşaqların müəllimə qeyd edin. Ay Allah, şeylədim. Fəaliyyət məhsullarının təhlili Gündəlik məşğələlərdə, fəaliyyət məhsulları gündəlik məşğələlərdə, tədrisi məşğələlərdə gördükləri işdə, yəni uşaqların rəsm yapma, aplikasiya quraşdırma, yəni yəni fəaliyyət o da məhsullarının təhlil portfolyoya edirsə, bir növ yerləşir. təsviri fəaliyyət başa düşülür də, çünki burada rəsm yer Bəli. alır, aplikasiya yapma, kəsib yapışdırma. Bəli. Bəli. Aha, bəs siz mənə nəyi qeyd edin, müəllimə? Müşahidələr neçə yerə ayrılır müşahidə? Müşahidə 2 cür olur. Gündəlik, dövrü müşahidə. Gündəlik müşahidədə heç bir qayda tabe olmur, yəni orada heç bir qayda olmur. Mən sizə sual verirəm, qeyd edin müəllimə. O hansı müşahidədir ki, qeydlər sərbəst və təyin edilmiş müəyyən vaxtda aparılır? Sərbəst, yəni bu gündəlikdir. Xeyr, dövrü müşahidədir. Aha, bəs desəm ki, alınan nəticə... Necə? Deyirəm ki... Sual zəhmətli olmasa... Aha, deyirəm ki, qeydlər sərbəst və təyin olunmuş vaxtda aparıla bilər. Bu da dövrü müşahidədə yer alır. Bəli, oyun təlim fəaliyyəti zamanı. Bəli, bəs müəllimə, desəm ki sizə, alınan nəticələr ilkin məlumatlar formasında toplanır. O gündəlikdə. Bəli. Bəs hansı müşahidə növüdür ki, bir növ oyun, təlim, əmək fəaliyyəti zamanı aparılır? O dövrdə. Aha. Söhbət və oyunlar formasında aparılır, nə müəllimə? O, deməli, şifahi sorğuda söhbət oyun formasında keçirilir. Bəs desəm ki, yalnız söhbət formasında aparılır, hansı? O, müsahibədə. Bəli, müsahibədə idi, bəli. Çox sağ olun. Artıq söhbət formasında uşağı tanımaqdan ötər, yəni uşağın qiymətləndirməsi üçün, yəni biz o söhbət formasında valideynlərə də təqdim edirik də, uşağın ilkin məlumat haqqında nə topladıq. Çox sağ olun müəllimə. Sağ olun müəllimə, mən də təşəkkür edirəm. Çox sağ olun. Daha sonra Gülarə Əsədova. Ay müəllimə, bu nə səsdir? Kəmalə müəllimə, səsi bağlayın. Aha, Gülarə müəllimə, siz mənə qeyd edin, neçə inkişaf sahəsi var? 4. Hansılarda?
fiziki inkişaf və təhlükəsizlik, idraki inkişaf sahəsi, estetik yaradıcı, bir də sosial emosional. Aha, biz əmək fəaliyyətindən hansı inkişaf sahəsində istifadə edirik? Əsasən estetik yaradıcı inkişaf sahəsi. Aha, bəs özünə xidmət əməyindən harda istifadə edirik? Özünə xidmət fizikidə deyil müəllimə. Aha, bəli. Özünə xidmət əməyi fiziki inkişafda yer alır, amma digər əl əməyidir, təbiət əməyidir, məişət təsərrüfat əməyidir. Bunlar estetik və yaradıcı inkişafdadır. Aha. Bəs müəllimə, hansı inkişaf sahəsidir ki, burada uşaqlar məkan və zaman haqqında ilkin təsəvvürlərə malik olurlar? Müəllimə, bu idraki inkişaf sahəsidir. Aha, bəli, idraki inkişaf sahəsidir. Ətraf aləmlə tanışlıq məşğələsi hansı inkişafda yer alır? İdraki inkişaf sahəsində. Aha, bəli, müəllimə. Bəs hansı inkişaf sahəsində bir növ uşaqlarda qayğıkeşlik, xeyirxahlıq, qarşılıqlı yardım formalaşır? Müəllimə, bu sosial emosional inkişaf sahəsi. Bəli, sosial emosional inkişaf sahəsidir. Bəs müəllimə, məktəbə qədər təhsilin məqsədi nə idi? 3 əsas məqsədimiz var idi. Məktəbə qədər təhsilin əsas məqsədi uşaqların hüquqlarını təmin etmək. Müəllimə, yadımdan çıxıb biraz ipucu. Kim qeyd edə bilər? Müəllimə, mən kömək edeyim. Buyurun. Uşaqların hüquqlarını təmin etmək, işçilərin hüquqlarını təmin etmək, bir də fəaliyyəti müasir metodlar əsasında həyata keçirməyi təmin etmək. Bəli, bəli. Bəs Gülarə müəllimə, səriştə nədir? Nə başa düşürsünüz? Yəni səriştələr məktəbə qədər təhsildə 3 cürdür. Təsnifatı ilə bunlar fəaliyyətdir, ünsiyyət, bir də təfəkkürə bağlı olan səriştələr. Təfəkkür, fəaliyyət və dəyərlərlə bağlı. Və səriştələr hansı yaşda formalaşır? Nə tər müəllimə? Səriştələr hansı yaşda formalaşır? Kömək edeyim mi? Müəllimə, mən deyim. Buyurun. 5-6 yaş. Bəli, məktəb azlıq qrupunda formalaşır. Səriştədə müəllimə bilik, bacarıq, vərdiş, dəyər, yanaşma deməkdir. Bəli. Biz rəqəmsal savadlıqdan hansı prinsipdə istifadə edirik? Tələb yönümlülük prinsipində. Aha, deyirəm ki, uşaq daim yoldaşları ilə dalaşır, yola getmir. Burada sizcə hansı səriştə formalaşmayıb uşaqda? Müəllimə, burada ünsiyyət səriştəsi formalaşmayıb. Yox, müəllimə, qulaq asın. Deyirəm ki, uşaq digərləri ilə yola getmir, düzgün rəftar etmir, daim dalaşır. Sizcə burada hansı səriştə formalaşmaz? Formalaşmaz? Bəli. Mədəni Xeyr. Şəxsi və sosial məsuliyyət. Sosial məsuliyyət deyil müəllimə. Sosial məsuliyyəti başqa cür başa düşürəm müəllimə. Niyə müəllimə? Davranış mədəniyyəti yoxdur da uşaqda. Müəllimə, qulaq asın müəllimə. Deyirəm ki, uşaq dalaşır, yola getmir yoldaşları ilə. Deməli, davranış mədəniyyəti yoxdur da bu uşağın. Ona görə də şəxsi və sosial məsuliyyət olur. Başa düşdüm müəllimə, çox sağ olun. Kreativlik nə deməkdir müəllimə? Amma kreativlik yaradıcılıq deməkdir. Yəni qeyri-adilik. Uşağa tutaq ki, bir dənə qutu verirsən, ondan qeyri-adi nəsə hazırlayıb. Hansı səriştədə yer alır? Hansı kateqoriyada? Təfəkkür kateqoriyasında. Aha. Uşaq kollektiv fəaliyyətdə iştirak edirsə, hansı səriştə formalaşıb? Əməkdaşlıq. Aha. Əməkdaşlıq hansı inkişaf sahəsində yer alır? Sosial emosional. Bəli, sosial emosional. Çox sağ olun müəllimə. Sağ olun müəllimə. Aha, daha sonra Məhəmməd Əli Bağırov. Adınız necə oldu müəllimə? Müəllimə, mən cavab verim. Sırayla gedirəm əslində. Onda Mətanət Xəlilova. Bəli, müəllimə, buradayam.
Dəyərlərdə olan səriştələri qeyd edin müəllimə. Dəyərlərlə olan səriştələr bu əməkdaşlıqda deyil, müəllimə, əməkdaşlıq, şəxsi sosial məsuliyyət. Yox, Yox. dəyərlər deyirəm. Onların yerlərinin səs alıram müəllimə. Onda o fəaliyyətdədir. Milli kimliyin dərki, fəal vətəndaş mövqeyi, milli kimliyin dərki, mədəni müxtəlifliyə hörmət, sonra nədir? Şəxsi və sosial məsuliyyət, sonra Demokratiya və insan hüquqları. Demokratiya, insan hüquqları. Mədəni müxtəlifliyə hörmət. Təlim tutacağına kimlər daxildir? Uşaq, müəllim, uşaq, valideyn, tərbiyəçi. Uşaq yönümlülüyə uyğun gələn təlimin təşkili prinsipi hansıdır? Didaktik prinsiplər. Deyirəm ki, uşaq yönümlülük didaktik prinsipi təlimin təşkili prinsiplərindən hansı ilə eynilik təşkil edir bir növ? Diferensiallıq, yerdən qeyd eləməyin müəllimələr. Təlimin təşkilinə verilən tələblərə nə daxildir müəllimə? Təlimin təşkilinə verilən tələblərə bu 5 tələb və 10 deyirsiniz müəllimə. Qeyd eləyin. Xeyr. Xeyr, onu demirəm. Təlimin təşkilinə verilən tələblərə kim deyə bilər? Müəllimə deyəm. Ülviyə müəllimə qeyd edin. Əyanilik. Onu deyirdim də mən. Əyanilik, diferensiallıq, idrakçılıq. Həmən mövzunun əvvəlində qeyd olun. Müəllimə deyim. Qeyd eləyin. Deyim müəllimə. Aynur müəllimə deyin. Uşaqların yaş xüsusiyyətləri nəzərə Qeyd edin. Uşaqların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla forma metodlarının təşkilidir. Ailələrin təlim fəaliyyətə cəlb edilməsidir. Sonra böyüklər və uşaqlar arasında əməkdaşlıqdır. Sonra uşaqların təşəbbüskarlıq və müstəqilliyinin dəstəklənməsi, bir də uşaqların fiziki zorakılığının qorunması. Bəli, fiziki və psixi zorakılıqdan qorunması idi. Bunları soruşurdum. Bəli, bunlar soruşurdum. Bəs Mətanət müəllimə, mədəni müxtəlifliyə hörmət hansı prinsipdə yer alır? Mətanət müəllimə. Mədəni müxtəlifliyə hörmət hansı prinsipdə demək, yəni idrak. Onlarda deyirsən müəllimə. Dünyəvilik. Amin yazılan müəllimə. Yerdən qeyd eləməyin. Didaktik prinsiplərdən müəllimə. Bəli. Dünyəvilik. Bəs müəllimə, milli kimliyin dərki və milli iftixar hissi hansı didaktik prinsipdə yer alır? Azərbaycancılıq. Bəli. Müstəqil öyrənmə səriştəsi hansı prinsipdə yer alır? Müstəqil öyrənmə, diferensial, əyanilik, idrak. Xeyr. Yox. Şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülükdə yer alır. Kommunikasiya nədir müəllimə? Kommunikasiya müəllimə, ünsiyyətdir də, kollektiv işləmək. Kooperativlik nədir? Kooperativlik də elə kommunikasiyanın bir növü deyil müəllimə, yoxsa? Xeyr. Əməkdaşlıq da, o da bir... 4K bacarığını kim qeyd eləyər? Mən deyim müəllimə. Kritik, 4 bacarığı mənim deyim də mən. Kritik, kreativlik, ondan sonra diferensiallıq. Xeyr, Kəmalə müəllimə qeyd eləyin. İdrakçılıq. Deməli, birinci bacarığı kommunikativ, yəni ünsiyyət, kooperasiya, sonra tənqidi, birinə qaldı,
bir də kommunikasiya. Kreativ. İkinci kreativ. Müəllimələr 4K bacarıq var. Qulaq asın, qeyd edirəm. Kreativlik yaradıcılıq deməkdir. Kooperativlik əməkdaşlıq deməkdir. Kritik bacarıq isə tənqidi təfəkkürdür bir növ. Bir də kommunikasiya qaldı. Bu da ünsiyyət deməkdir. Bunu soruşuram. Düzdür müəllimə. Aha, çox sağ olun müəllimə. Sağ olun, siz də müəllimə. Aha, daha sonra Müəllimə, sizlə tanış olmağıma çox şad oldum. Mən də Davamlı olsun sual-cavab. Çox sağ olun. Daha sonra Kəmalə müəllimə ilə də davam eləyək, sonra yekunlaşdıraq çünki dərsim var. Aha. Müəllimə. Nə yadımda qalıbsa onu müəllimə. Diaqnostikdə hazırlaşmışam, düzdür. Ancaq indi sırf özümə hazırlaşıram. Yəni heç bir təlimçi sırf özüm belə ödənişsiz dərsləri, teleqramlarda testlər, yəni bu yolla özüm üzərində işləyirəm. Aha, bəs siz mənə qeyd edin, dərs prosesinin sonunda nəticə əldə etmək hansı prinsipdə yer alır? Nəticə yönümlülükdür də müəllimə. Aha, kollektiv fəaliyyət göstərmə hansı səriştədədir? Kollektiv fəaliyyət göstərmə hansı səriştədə? Kollektiv buradan bura əməkdaşlıq. Bəli, əməkdaşlıq. İKT-dən hansı səriştədə istifadə edirdik? Rəqəmsal. Bəs prinsip olaraq? Prinsip olaraq tələb yönümlülük. Aha, tələb yönümlülük idi. Uşaq öz fikrini ifadə edirsə, müəllimə, uşaq öz fikrini ifadə edirsə, hansı səriştə formalaşıb? Öz fikrini müstəqil öyrənmə. Öz fikrini ifadə edirsə, xeyr. Fikir. Öz fikrini müstəqil öyrənmədir, yoxsa? Yox. Səriştələr təfəkkürlə bağlı, fəaliyyətlə bağlı, dəyərlərlə bağlı. Öz fikrini ifadə edir, müəllimə, öz fikrini ifadə edir. Hansı səriştə olar? Kim qeyd edir? Təfəkkür müəllimə, təfəkkür müstəqildir, təfəkkür müstəqil. Xeyr. Yox, təngisi olur. Xeyr, ünsiyyət. Ünsiyyət. Danışır. Öz fikrini ifadə edir, danışır da, bu bir növ. Ayda. Gör nədə çalışırıq. Həmişə hasantlarda çalışırıq. Aha. Bəs nitq etiketlərinin istifadə hansı səriştədə idi, müəllimə, Kəmalə müəllimə? Nədir? Necə? Ünsiyyət. Bəli, ünsiyyət. Aha. Uşaq dövlət rəmzlərini tanıyırsa, hansı səriştə formalaşır? Burada dəyərlərdir, milli kimliyin dərki, milli iftixar hissi. Aha, öz məsuliyyətini dərk edirsə uşaq hansı səriştə formalaşır? Sosial məsuliyyətdir. Şəxsi və sosial məsuliyyət. Tərbiyəçi müəllim öz hüquq və vəzifələrini bilirsə hansı səriştə formalaşır? Öz hüquq, o da elə şəxsi və sosial məsuliyyət, o da həmin. Xeyr. Öz hansı ola bilər mənim, yəni görüm, şəxsi mədəni müxtəlifliyə yox, fəal vətəndaş mövqeyi yox, öz bölgəsini bilir, milli iftixar hissi, o da demokratiya və insan hüquqlarına hörmət. O ora aiddir ki, müəllimə, mən elə bilirəm o başqa xalqları olur deyəndə ona hörmət mi gedir? Yox, demokratiya və insan hüquqlarına hörmətdir. Bəs müəllimə, məktəbə qədər təhsil haqqında qanun neçənci maddədə əks olunub? Məktəbə qədər təhsil haqqında qanun 94-cü maddənin 1-ci hissəsinin 1-ci bəndinə 5 fəsil 25 maddədən ibarətdir. Onu deyirsiniz. Bəli. Bəs məktəbə qədər təhsilin məqsədinə nə daxildir? 3 əsas məqsəd var idi. Kurikulum gedir də, hə, müəllimə, elə bil ki, məzmunu, strategiyası, bir də planlaşdırma o. Yox, 3 əsas məqsəd var idi. Məktəbə qədər təhsil sahəsində uşaqların hüquqlarını təmin etmək, daha sonra məktəbə qədər təhsil prosesi iştirakçılarının hüquq və vəzifələrini müəyyən etmək, bir də məktəbə qədər təhsilin müasir tələblərə uyğun fəaliyyətini təşkil etmək. Bəs müəllimə, kurikulumuna nələr daxildir kurikuluma? Kurikuluma onu dedim də, müəllimə, birinci gəlir, deməli, məktəbə qədər təhsilin məzmunu, sonra gəlir məktəbə qədər təlimin strategiyası, bir də uşaq inkişafının dəyərləndirilməsi, o deyil. Yox, kurikulumda nələr əks olunub? Kim qeyd eləyər? Məzmun, o idi da, müəllimə, mən... Xeyr. Kim qeyd eləyər? Müəllimə, kurikulumda
inkişaf sahələridir, Aha. strategiyadır, bir də var Məzmun standartlarıdır. məzmun standartlarıdır, qiymətləndirmədir. Təlim nəticələri, ümumi təlim nəticələri, Təlim qiymətləndirmə nəticələri. meyarları, monitorinq sisteminin keçirilməsi burada yer alır. Aha, yaxşı müəllimələr, bu günlük bu qədər. Gecəniz xeyrə qalsın. Mən də bir şey Sağ olun müəllimələr, sağ olun.